Hamınızı Sabunçu İt Bazarından salamlayıram. Bir çoxunuz mənə şəxsidə yazırdınız ki, Sabunçu İt Bazarını çək, İt Bazarını çək. Gəlmişəm bura, amma belə deyək, gəldiyimə peşman olmuşam. Sadəcə olaraq sizin xətrinizə gəldim, baxdım, vəziyyəti gördüm. Burada mənim şəxsən, yəni məsləhətimi dəyərli bilən insanlar, dostlar var. O dostlara buradan yəni demək istəyirəm ki, mən şəxsən, yəni nə burada it satardım, nə buradan it alardım. Bura ümumiyyətlə bilmək istəyirsinizsə, bura bazar deyil. Bura sadəcə olaraq yolun qırağıdır, şəraitsiz bir yerdir və bura gətirilən itləri də yəni gördüm. Yəni onlar nə çəkməyə uyğundur, nə satmağa uyğundur. Yəni şəxsən bu mənim öz fikrimdir. Mən yəni burada nə onları satanlara qarşı bir söz işlətmirəm və yaxud da alanlara qarşı bir söz işlətmirəm. Hərənin öz fikri var, hərənin öz ideyası var. Sadəcə olaraq yəni bu çəkiliş mənlik deyil. Ona görə də mən buradan üst tuturam 28-də Təbriz küçəsində yerləşən bazara. Gedim oradakı vəziyyətə baxım, görüm. Uyğun olsa oranı çəkib sizə göstərəcəm. Uyğun olmasa da heç nə. Deməli ki, bazar məsələsi bizlik deyil. Əzizlərim, deməli getdik Təbriz küçəsində Yevrahamın içində yerləşən it bazarına. Orada dedilər ki, artıq buradan heyvan bazarı köçüb. Deməli soruşdum hara? 3-cü mikrorayon kruqunun yaxınlığında deməli Özbək bazarı, Köhnə Təzə bazar, Keşlə balıq bazarı deyilən bir ərazi var. Bazar kimi tikiblər və burada içəridə artıq heyvan bazarıdır. Orada papuqaylar, quşlar, yemlər, hər bir şey var. İlk baxışdan gördüm, sadəcə olaraq bir nəfər itlər gətirib, toypudillərdir. Gedək sizlə onların qiyməti ilə maraqlanaq, sizi tanış edeyim. Buraxılışımızın sponsoru Trendline yemlərdir. Trendline yemlərinin pişiklər və itlər üçün bütün çeşidləri mövcuddur. Əldə etmək üçün zoohouse.az şəbəkələri ilə əlaqə saxlayın. Salam qardaş. Salam. Neçəyə satırsınız toypudilləri? Toypudillər qiyməti fərqlidir. 1500-dən başlayır, 3500-dən dəyişir qiymət. 1500-dən başlayır, 3500-ə kimi Bəli. dəyişir. Hə. Bəs əlaqə nömrəsi verə bilərsiniz? Bəli, 070 916 1601. Qeyd elədim sizin üçün nömrəni. Onları da göstərək. Bu da balalar, erkək dişi mövcuddur. İstəyən əlaqə saxlaya bilər. Gedək bazarı çəkək içərinə. Deməli, yeni bazardan vəziyyəti çəkirəm sizin üçün. Burada yemlər falan, hər şey. Ümidvaram ki, səsimiz gəlir. Hər bir şey var, hər bir şey. Qəfəslər, papuqaylar, balıqlar, it yemləri, hər bir şey var. Dediyim kimi, 3-cü mikrorayon kruqunun yaxınlığında yerləşir. Kimdən soruşsaz, Özbək bazarı, heyvan bazarı deyəcəklər yerinə. 3-cü mikrorayon kruqundan hardasa 50 metr aralıdadır, 60 metr aralıdadır. Hər bir şey var. Deməli, gəldik burada bir mağazada alabaylar tapdıq. Təmiz Radoslovna səcərəli alabaylardır. 2000 dollara satılıb. Yəni satışda deyil bunlar hər ikisi. Əgər bunlardan belə deyək, sifariş eləmək istəsəz, bunlar Rusiyadan sifarişlə gəlib. Əlaqə nömrəmizi de qardaş, zəhmət olsun. 55 443
34 19. Dox Azərbaycan səhifəsi adından yazdığınızı və yaxud zəng eləsəz deyin, sizə güzəşt də eləyəcəklər. Nəysə ki, çox gözəl alabaylardır. Bilmirəm, buradan hiss eləyə bilirsiniz, yoxsa yox. O 500-400 manatlıq alabaylarla təbii ki, səhv salmayın. Yəni, buradan mən nə olduqlarını çox gözəl görürəm. Hə, bir dənə tutun. Ağa gedirsən. Göz qabağında. 2 ay 1 günlükdülər. 2 ay 1 gündür. Neçə kilo olar təxminən? Olar artıq 15 var. 15 kilo olar. Dırnaqları bərk olsun. Qısacası qiymətləri dişi taydır. Dişi tane. Dişi taydır. Hər ikisi 2000 dollara satılır, düzdür? Gözəl, dırnaqları bərk olsun. Təşəkkür edirəm. Buraxılışımızın sponsoru Trendline yemləri və Zoo Magic Paco Grooming salonudur. Hə, əzizlərim, deməli, üçün quruğundan üzü Hiper Bravoya tərəf gedəndə yolun solunda yerləşir. Özbək bazarının ərazisi belə deyək ki, bayaqlar dediyim kimi it bazarı, heyvan bazarı burada yerləşir. Qısacası gəlmək istəyən, maraqlanan, nələrəsə baxmaq istəyənlər gəlib buradan əldə edə bilərsiniz. İtlərdən də alabayları da göstərdim sizə. Çox həqiqətən sözün əsl mənasında çox gözəl alabaylar idi. Nəysə, mən buradan bir nəticəyə gəldim ki, hələ ki it satışı belə deyək, bizim bazarlarda o qədər də aktiv deyil bu dəqiqə. Sabunçu bazarı ümumiyyətlə bildirdiyim kimi mənim üçün artıq yəni yoxdur. Burayla da hərdən sizin üçün maraqlanacağam. Əgər itlər mütəmadi olaraq gətirsələr satış üçün sizin üçün çəkib göstərəcəm. Bu dəfəki buraxılışımız bu qədər. Sağ olun, xudahafiz.